Birinci rəqəmlərə biz yenidən nəzər salmalıyıq. Ola bilsin, kimlərsə bu barədə məlumatsızdır. Ümumilikdə bu il təxminən 3000-ə yaxın magistraturada yer boş qaldı. Və burada ən diqqət çəkən məqamlardan biri isə onun 1200-inin dövlət sifarişli əsaslı olmasıdır. Yəni, dövlət sifarişli əsaslı dedikdə onların təhsil haqqını dövlət ödəyəcəkdir. Ödənişsiz formada onlar magistraturada təhsil ala biləcəkdilər. Amma xeyli sayda gənc artıq seçmədir və bu bizə nə vəd edir? Yəni, magistratura təhsili bizə lazımdır növbəti mərhələdə doktorantura fəaliyyəti üçün. Eyni zamanda bilirsiniz ki, bizim universitetlərdə, ali məktəblərdə dərs demək üçün magistratura təhsili vacibdir. Yəni, bu olmadan onlar müəllim kimi fəaliyyət göstərə bilməzlər. Və növbəti illərdə biz bunu ümumi təhsilimizdə daha açıq bir formada görəcəyik. Yəni, hansı formada? Müəllimlərin sayında, elmə gələn insanların sayında. Səbəb nədir və çıxış yolu nədir? Birinci səbəb odur ki, artıq gənclər üçün magistratura təhsili maraqlı deyil. Hansı aspektdən maraqlı deyil? Burada bir neçə amil var. Yəni, bəzi gənclər hesab edir ki, 2 il təhsil almaq vaxt itkisidir. Burada çıxış yolu nədir? Mən əvvəldə bunu bir neçə dəfə qaldırmışam. Düşünürəm ki, biz ali təhsil haqqında qanunu qəbul etməliyik və bizdə magistratura 1 ildən ibarət olmalıdır. Magistraturanın 2 il olmasına ehtiyac yoxdur. Eyni zamanda, hazırki situasiyada magistratura qeyd etdiyimiz kimi gənclərə heç bir üstünlük vermir. Yəni, nə mənada? Əgər siz doktorantura təhsili almaq fikrində deyilsinizsə, gələcəkdə müəllim kimi işləmək fikrində deyilsinizsə, magistratura sizə dövlət işində hansısa bir sahədə üstünlük vermir. Elm dalınca getməyəcəksə magistratura... Bir mənalı. Bəli, burada bir məsələ budur. İkinci, bizim digər bir səbəb magistratura proqramlarında düşünürəm ki, xeyli məsələlər var. O proqramlara biz ciddi bir formada baxmalıyıq. Ümumiyyətlə, mən düşünürəm ki, magistratura təhsil pilləsi bizdə tam oturuşmayıb və formalaşmayıb. Bilirsiniz ki, bu yeni bir pillədir, Sovet dövründə yox idi. Amma artıq 30 ilə yaxındır. Bəli, yəni 30 il keçsə də tam, yəni söhbət nədən gedir, eyni fənlərin tədrisindən gedir. Əslində, magistratura mərhələsi elmi mərhələdir. Bu daha çox tədqiqata yönəlməlidir, yeniliklərə yönəlməlidir.